Dostlar, xoş gördük hər birinizi əziz dostlar. Az öncə aldığım bir məlumatı sizin diqqətinizə çatdırdım dəyərli dostlar. Deməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan mineral xammal ehtiyatlarından istifadə agentliyinin 2 adaş vəzifəli şəxsindən danışacağım. Biri mineral xammal ehtiyatlardan istifadə agentliyinin sədri, biri də həmən idarənin monitorinq nəzarət şöbəsinin müdüründən danışacağım. Deməli, ölkəmizdə fəaliyyət göstərən bu yeraltı sərvətlərin çıxarılması və istifadəsi ilə məşğul olan sahibkarlar dağ mədən adlı bir sənəd əldə etməlidirlər və təbii ki, bu sənədi əldə edəndən sonra onların fəaliyyəti qanuni sayılır. Həmən bu sənədin əldə olunması mümkündürmü? Mən bu məsələni araşdırdım dəyərli dostlar. Son vaxtlar həmən bu dağ mədən adlı sənədin verilməsi ölkəmizdə mümkünsüz hala çevrilir. Bu sənədin verilməsinə məlum olmayan səbəblərdən tam məhdudiyyət qoyulub. Yaxşı, bu sənədin verilməsinə məhdudiyyət qoyulursa, bu sənədin verilməsi mümkünsüz hala çevrilirsə, dəyərli dostlar, bəs necə bu sahibkarlar fəaliyyət göstərir, necə işləyirlər bunlar? Deməli, həmən bu sənədi olmayan, bu dağ mədən sənədi olmayan sahibkarlar gedirlər mineral xammal ehtiyatlarından istifadə agentliyinin sədri Samir Hidayətovun yanına, onunla razılaşırlar. Onun şəxsi, təbii ki, məndə olan məlumata görə qaydaları var. Onun özünün öz qanunları var. Onunla razılaşırlar və fəaliyyətlərini davam elətdirirlər. Orada bir monitorinq nəzarət şöbəsinin bir müdürü var, Samir Əliyev. O ayrıca bir maraqlar üzərində fəaliyyət göstərir, məndə olan məlumata görə. Onun ayrıca istəkləri var. Yəni, bu iki Samirlə razılaşandan sonra başlayırlar həmən bu sənədi əldə etmədən də fəaliyyət göstərməyə. İndi bu dağ mədən adlı sənəd niyə verilmir? Niyə ümumiyyətlə buna məhdudiyyət qoyublar? Bundan da mən ayrıca danışacağım, dəyərli dostlar. İndi bu samirlərlə onların qaydalarına əməl etməyən sahibkarların aqibəti necə olur? Onlar necə fəaliyyət göstərir? Onunla da bağlı bizim araşdırmalarımız gedir. O sahibkarlar bunların bu qaydalarına əməl etmədikləri halda məndə olan məlumata görə onların haqqında məlumat verilir hüquq mühafizə orqanlarına, onlarla bağlı şikayətlər daxil olur. Min bir kələk, min bir hilə, nələr baş verir bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmən bu tabeliyində olan idarədə. Bununla bağlı bizdə araşdırmalar aparırıq. Mən dostlara demişəm, kimdə nə məlumat varsa göndərin mənə. Mən bu iki mübarəkin və bunların bu rəhbəri olduğu idarədən ayrıca danışacağım, dəyərli dostlar. Belə, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Qarşı tərəfində nə mövqeyi olarsa, biz həmən bu idarənin də istər ictimaiyyətlə əlaqələr şöbəsi olsun, istər mətbuatla işləyən bir qurumu olarsa, şifahi və yazılı mövqe göndərərlərsə, həmən onu da işıqlandırmağa hazırıq. Belə, dəyərli dostlar, daha bir yayımın sonuna gəldik. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.